kəndə, qohumun evinə. Qohumu da çoban olur. Gəlir professora deyir ki, ay professor, sən bütün günü yazırsan, pozursan, başın ağarıb, biraz rahat qazan, rahat çörək yedə. Bir 30 dənə qoyun al qoy mənim yanıma. Sən o birisi gələsi, ay 30 olacaq 60, 60 olacaq sonra 120, bir də artıracağıq da. Professor fikirləşir ki, pis olmaz da, biraz da belə olsun. 30 qoyun alır, tapşırır çobana gedir. Vaxt keçir üstündən gəlir ki, indi fikirləşir, gedirəm, 30 olub 60. Çoban uzaqdan görür ki, həyətdə nəsə ağ saçlı professor o tərəfə gəlir, nəsə udqunur, o yana gizlənir, bu yana gizlənir ki, professor bunu görməsin, işlər xarabdır. Keçir evin dalına, birdən professor çıxır qabağına, özünü itirir, professor deyir ki, görünmürsən, hardasan, o qoyun nə tərri oldu. Çoban deyir ki, professor, gecə ola, gecənin qaranlığı ola, yıxılam, yatam, qalam, duram, görəm ki, çaqqal, çuqqal, 30 dənə qoyunun boynunu yerə qoyub. Professor baxır, beri, o 30 qoyun da mənimki ola, eləmi? Biri, oxumuş adam başqa şey. Baş budur, savad budur,